Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Bu videoda sizə dövlət tərəfindən vətəndaşlara bayram münasibətilə verilə biləcək bayram pulu və ərzaq yardımı ilə bağlı ətraflı məlumat təqdim edəcəyik. Hansı ailələrin bu yardımlardan yararlana biləcəyi, bayram pulu və ya ərzaq yardımının kimlərə verilə biləcəyi, ümumiyyətlə bu dəstəyin nə vaxt və hansı kateqoriyadan olan ailələr üçün nəzərdə tutulduğu barədə geniş şəkildə danışacağıq. Videoya keçməzdən əvvəl sizdən xahiş edirik ki, videonu mütləq bəyənəsiniz ki, daha çox insan bu məlumatlardan xəbərdar olsun. Eyni zamanda kanalımıza abunə olmağı da unutmayın ki, yeni video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli, hörmətli izləyicilər, indi isə mövzumuza keçək. Ünvanlı dövlət sosial yardımı alan az təminatlı ailələr üçün bayram ərəfəsində birdəfəlik maddi dəstək və ərzaq yardımı göstərilməsi gözlənilir. Qeyd edək ki, bu cür birdəfəlik ödəniş daha əvvəldə dekabr ayında yeni il ərəfəsində həyata keçirilmişdi. Prezidentin imzaladığı sərəncama əsasən dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik yardım ödənilmişdi. Məlumat üçün bildirək ki, bu il Ramazan bayramı ilə Novruz bayramı eyni dövrə təsadüf etdiyinə görə oxşar dəstəyin yenidən göstərilməsi ehtimalı yüksəkdir. Lakin bunun reallaşması üçün prezident tərəfindən rəsmi sərəncamın imzalanması tələb olunur və yaxın günlərdə belə bir qərarın veriləcəyi gözlənilir. Bundan əlavə qeyd edək ki, bayram günlərində az təminatlı vətəndaşlara ərzaq yardımlarının göstərilməsi artıq ənənə halını alıb. Hər bayram ərəfəsində müxtəlif qurumlar tərəfindən belə yardımlar təşkil olunur. Bu yardımdan yararlanmaq istəyən vətəndaşlar yaşadıkları bölgəyə uyğun olaraq müraciət etməlidirlər. Rayonlarda yaşayan vətəndaşlar rayon üzrə sosial fondlara, Bakı şəhərində yaşayanlar isə Sosial Xidmətlər Agentliyinin filiallarına müraciət edə bilərlər. Hörmətli izləyicilər, bayram pulu kimi təqdim edilən birdəfəlik ödənişlə bağlı qərarın mart ayının 10-dan sonra elan olunacağı gözlənilir. Əvvəlki illərdə olduğu kimi bu dəfə də belə bir yardımın ayrılması ehtimal edilir. İlkin ehtimallara görə bu ödənişin məbləği təxminən 200 manat civarında ola bilər. Bir daha qeyd edək ki, prezident tərəfindən sərəncam imzalandığı təqdirdə ünvanlı dövlət sosial yardımı alan az təminatlı ailələrə bu birdəfəlik maliyyə dəstəyi verilə bilər. Lakin birdəfəlik pul ödənişinin olub-olmamasından asılı olmayaraq, Azərbaycanda bayram günləri ərəfəsində az təminatlı ailələrə ərzaq yardımlarının göstərilməsi demək olar ki, hər zaman həyata keçirilir. Bu yardımları əldə etmək üçün isə vətəndaşlar rayonlarda sosial fondlara, Bakı şəhərində isə Sosial Xidmətlər Agentliyinə müraciət etməlidirlər. Qeyd edək ki, bayram pulu kimi nəzərdə tutulan 200 manatlıq birdəfəlik ödəniş yalnız ünvanlı dövlət sosial yardımı alan az təminatlı ailələr üçün nəzərdə tutulur. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu yardım dekabr ayında prezident sərəncamından sonra vətəndaşlara ödənilmişdi. Əgər yenidən sərəncam verilərsə, bu ödənişlərin Ramazan bayramı ərəfəsində ünvanlı dövlət sosial yardımlarının köçürülməsindən sonra həyata keçirilməsi gözlənilir. Həmçinin qeyd edək ki, bu ay ünvanlı dövlət sosial yardımlarının ödəniş vaxtı bayramla əlaqədar olaraq dəyişdirilib və ödənişlər əvvəlki qrafikdən daha tez həyata keçiriləcək. Adətən bu yardımlar hər ayın 25-28 aralığında köçürülürdü. Lakin bayram səbəbilə dövlət tərəfindən bütün sosial ödənişlərin, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının ödəniş qrafikində dəyişiklik edilib və vəsaitlər daha erkən tarixdə köçürüləcək. Hörmətli izləyicilər, məlumat üçün bildirək ki, Azərbaycanda bütün əmək pensiyalarının mart ayının 6-sı ətrafında ödənilməsi nəzərdə tutulur. Ünvanlı dövlət sosial yardımlarının və digər sosial müavinətlərin isə martın 13-dən 15-nə qədər olan müddətdə ödənilməsi planlaşdırılır. Beləliklə, ünvanlı dövlət sosial yardımları martın 13-dən 15-nə qədər tam şəkildə vətəndaşların bank kartlarına köçürüləcək. Sosial müavinətlərin də həmin tarixlərdə ödənilməsi nəzərdə tutulur. Hörmətli izləyicilər, bayram pulu adlandırılan birdəfəlik ödənişlə bağlı mart ayının 10-dan sonra ayrıca bir videoda paylaşacağıq. Həmin videoda bu qərarın rəsmi şəkildə təsdiqlənib təsdiqlənmədiyi barədə sizə ətraflı məlumat verəcəyik.
Onu da qeyd edək ki, ünvanlı dövlət sosial yardımının verilməsi qaydalarında müəyyən dəyişikliklər edilib. Yeni qaydalara əsasən bəzi ailələr üçün sosial yardım almaq bir qədər çətinləşə bilər, bəzi ailələr üçün isə əksinə daha asan olacaq. Hansı ailələrin çətinliklə üzləşəcəyi və hansı ailələrin bu yardımı daha rahat əldə edə biləcəyi barədə də növbəti videolarımızda ətraflı məlumat təqdim edəcəyik. Dəyişən qaydaların nədən ibarət olduğu, bundan sonra ünvanlı dövlət sosial yardımını hansı şərtlərlə almaq mümkün olacağı haqqında isə növbəti videomuzda geniş şəkildə danışacağıq. Əgər pensiya artımlarından vaxtında xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.